Salam əziz izləyicilər. Bugün 2025-ci ilin may ayı üçün bürc proqnozlarını sizə təqdim edirəm. Qoç bürcü. May ayında Qoç bürcü üçün temp yüksək olacaq. Karyerada liderlik imkanları artacaq. İş mühitində təşəbbüskar olmaq vacibdir. 8-20 may tarixləri arasında öz ideyalarınızı cəsarətlə ifadə etsəniz, rəhbərlik tərəfindən mükafatlandırıla bilərsiniz. Maliyyə sahəsində yeni gəlir mənbələri aça bilərsiniz. Amma xərclərə diqqət yetirmək lazımdır. Sevgi həyatında ehtiraslı anlar çoxalacaq. Subay qoçlar yeni münasibətə başlaya bilər. Xüsusən 10 may yeni layihə başlamaq üçün ideal gündür. Buğa bürcü. Buğalar üçün may ayı əla enerjilər vəd edir. Karyerada sabitlik və artım görünür. Xüsusilə 15-22 may tarixləri arasında vacib bir müqavilə imzalaya bilərsiniz. Ətrafınızdakı insanlardan dəstək almaq asan olacaq. Maliyyə baxımından sərmayə yatırmaq və ya daşınmaz əmlak alışı üçün uğurlu bir dövrdür. Sevgi həyatında isə romantika və anlayış ön plandadır. Əlaqələrdə daha dərindən bağlar qurulacaq. Xüsusən 18 may maliyyə qərarları üçün uğurludur. Əkizlər bürcü. Əkizlər üçün ayın əvvəli biraz qarışıq ola bilər, amma 10 maydan sonra hava dəyişir. Özünüzü daha enerjili və motivasiyalı hiss edəcəksiniz. Təhsil, səyahət və yeni bacarıqlar öyrənmək üçün əla zamandır. İş yerində yeniliklər və yeni layihələr gözlənilir. Sevgi sahəsində isə köhnə münasibətləri yenidən gözdən keçirmək və ya yeni biri ilə tanış olmaq ehtimalı böyükdür. Xüsusən 12 may yeni tanışlıqlar və fürsətlər üçün şanslı gündür. Xərçəng bürcü. May ayında xərçənglər ailə və ev sahəsində böyük dəyişikliklər edə bilərlər. Ev dəyişdirmək, təmirə başlamaq və ya ailə ilə bağlı mühüm qərarlar almaq gündəmdə olacaq. Karyerada diqqət mərkəzində olacaqsınız, amma bəzi köhnə problemləri həll etmək lazım olacaq. Sevgi münasibətlərində isə qarşılıqlı anlayış və dəstək önə çıxır. Xüsusən 21 may ailəvi məsələləri həll etmək üçün uyğun gündür. Şir bürcü. Şirlər üçün may ayı sosial əlaqələrin genişlənəcəyi bir dövrdür. Yeni insanlarla tanış olmaq və professional şəbəkənizi böyütmək üçün fürsətlər yaranacaq. İş yerində təşəbbüskar olsanız, yeni və maraqlı layihələrə başçılıq edə bilərsiniz. Sevgi həyatı dinamik olacaq. Subay şirlər ani və ehtiraslı münasibətlərə başlaya bilər. Xüsusən 16 may ictimai tədbirlərdə iştirak üçün əla zamandır. Qız bürcü. Qızlar üçün may ayı karyera və maddi sabitlik baxımından çox uğurludur. Əgər iş dəyişmək və ya yeni bir layihəyə başlamaq niyyətindəsinizsə, doğru zamandır. Sevgi münasibətlərində isə anlayış və kompromis vacib olacaq. Əks halda xırda mübahisələr yaranması mümkündür. Xüsusən 24 may yeni müqavilə və iş təklifləri üçün şanslı gündür. Tərəzi bürcü. May ayında tərəzi bürcü nümayəndələri üçün münasibətlərdə ciddi dönüş nöqtələri olacaq. Evli tərəzilər ailə içi münasibətlərdə yeni tarazlıq yaratmaq istəyəcəklər. Tək olanlarsa ciddi və uzun müddətli əlaqələrə başlayacaq. İş sahəsində isə komanda işi və ortaq layihələr önə çıxır. Xüsusən 14 may münasibətlərdə mühüm qərarlar vermək üçün uyğundur. Əqrəb bürcü. Əqrəblər üçün may ayı introspektiv olacaq. Daxili dünyanıza daha çox enəcək və hədəflərinizi yenidən müəyyən edəcəksiniz. İş həyatınızda gizli qalan imkanlar ortaya çıxacaq. Maliyyə baxımındansa qənaətçil olmanız məsləhətdir. Sevgi münasibətlərində etiraz və emosiyalar yüksək olacaq. Xüsusən 20 may özünüzlə bağlı böyük qərarlar üçün uyğundur. Oxatan bürcü. Oxatanlar üçün may ayı səyahət və öyrənmə imkanları ilə dolu olacaq. Qısa və ya uzun müddətli səyahətlər planlaşdırıla bilər. İş həyatında yeni təkliflər və dəyişikliklər gündəmə gələcək. Sevgi həyatında isə həm yeni tanışlıqlar, həm də köhnə münasibətlərdə canlanma mümkündür. Xüsusən 7 may yeni təkliflər üçün açıq olun. Oğlaq bürcü. Oğlaqlar üçün bu ay maliyyə planlaması çox önəmli olacaq. Pul idarə etməsi və gəlir artımı üçün yeni strategiyalar hazırlamaq məsləhətdir. Karyerada isə irəliləyiş üçün biraz daha səbirli olmaq lazım gələcək. Sevgi münasibətlərində anlayış və sabitlik əsas olacaq. Xüsusən 19 may investisiya və pul məsələləri üçün uğurludur. Dolça bürcü. Dolçalar üçün may ayı fərdi inkişaf və şəxsi azadlığa fokuslanacaq. Yeni kurslara yazılmaq, yeni hobbilərlə maraqlanmaq sizə çox fayda verəcək. Sevgi həyatında isə azadlıq arzusu daha güclü olacaq. Sərbəstliyə hörmət edən münasibətlərdə uğur əldə edə bilərsiniz. Xüsusən 11 may şəxsi layihələrə başlamaq üçün ideal gündür. Balıq bürcü. Balıqlar üçün may ayı duyğusal baxımdan biraz həssas keçə bilər, ancaq yaradıcılıq və ilham çox yüksək olacaq. İş həyatında yeni ilhamlarla fərqli yanaşmalar inkişaf etdirə bilərsiniz. Sevgi münasibətlərində romantika və anlayış ön planda olacaq. Xüsusən 25 may yeni başlanğıclar üçün mükəmməl zamandır. Növbəti ay bürclərdən xəbərdar olmaq üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Dikkat! Danışır Baki.